Salam, hər vaxtınız xeyir. Belə ifadələrin qiymətini hesablamaqdan ötrü olan yollardan biri də bu ifadəni kvadrata yüksəltməkdir. Belə ki, bu ifadəni mən bütövlükdə bərabərdir t ilə əvəz eləyirəm. Axırda mən t-ni tapmalıyam. Yəni ifadənin qiyməti tutaq ki, t-yə bərabərdir. Bunun üçün həm sol tərəfi, həm də sağ tərəfi kvadrata yüksəldirəm. Və kvadrata yüksəldəndən sonra fikirləşirəm ki, 6 çıxılsın kök altında 11-in cavabından 6 üstəgəl kök altında 11-in cavabını çıxsam, bu mənfi ədəd eləyəsidir. Deməli, mən t-nin müsbət yox, axırda t kiçikdir 0 şərtini ödəyən qiymətini götürməliyəm. İndi ifadəni kvadrata yüksəldəndə kök altındakı ifadənin kvadratı, deməli, bərabər olası nəyə? Birincinin kvadratına, yəni kök altında 6 çıxılsın kök altında 11-in kvadratı çıxılsın ikisinin hasilinin 2 misli. Bunların hasilinin eyni kökdə yazıram. 6 çıxılsın kökdə 11 və 6 üstəgəl kök altında 11. Üstəgəl ikincinin kvadratı. İkincinin kvadratı da kök altında 6 üstəgəl kökdə 11-in kvadratıdır. Bərabərdir t-nin kvadratına. Kök altındakı ifadənin kvadratı, kök altındakı ifadə müsbət olduqda elə özünə bərabərdir. Yəni 6 çıxılsın kök altında 11 elədi bu ifadənin cavabı. Çıxılsın 2 vurulsun kökün altında. Deməli bu da müxtəsər vurma düsturu verir bizə. 6-nın kvadratı çıxılsın kök altında 11-in kvadratı. Üstəgəl ikincinin kvadratı ilə də kök ixtisarca islah gedir, qalır 6 üstəgəl kök altında 11 bərabərdir t-nin kvadratına. Burada mənfi kök altında 11 ilə müsbət kök altında 11 islah getdi. 6 ilə 6-nı toplayıram, eləyir 12. Çıxılsın 2 vurulsun kökün altında 36-dan da 11 çıxanda qalır 25. Yenə bərabərdir t kvadratına. 12 çıxılsın 25-dən kök çıxır 5. 2-yə də vuranda 10 bərabərdir t kvadratına. Deməli, burada olur 2 bərabərdir t-nin kvadratına. T isə bərabərdir kök altında 2-yə. Və biz əvvəlcədən demişdik ki, t mənfidir. Deməli, t-nin əsas qiyməti bizə lazım olan mənfi kök altında 2 qiyməti olasıdır. Bu qədər. Sağ olun.